Şəbinin bir günü vloquna xoş gəlmisiniz. Bu səhər Məryəm xalanın zəngi ilə başladı. Gedək südümüzü almağa. Maza da tökdüm. Hər yana tökdü. Allah da qəşəng süd deyib olacaq. Gözlə, gözlə. Mən çatmadı üstə. Mən də qətil edirəm. Sağ ol. Hə. Qoyaq qaynasın. Süd daşırmazı qoyuram ki, daşmasın. Qaynama həddinə çatanda səs edir, yaxınlaşıram, xodunu biraz azaldıram və salam. Südüm daşmır. Limonlu su ilə başladığım günün sonunda görək. Nə yeyirik? Gedim əyləşim içməliyəm, amma sizə deyim, əyləşib içəndə suyun qəbulu da rahatlaşır. Belə ayaq üstündə içəndə adam qəribə hiss edir mədəsini. Bugün işim çoxdur. Həm ağ gilas təmizləməliyəm. Həm bir nəfərin dediyinə görə usta gələcəkdi, amma ustadan xəbəri yoxdur. Yəqin usta da bir nəfərin özü kimi axşam deyəndə səhərə yaxın Türkiyənin oyuna baxıb, ona görə yatıb qalır. Nəysə səbir. Süd qaynayana kimi mən düşüm aşağı, gəlin siz də mənimlə. Gedək görün toyuqları necə yemləyirəm. Suyu da vuraq. Gedək. Deməli bizdə 3 cür cücə var. Biri öz həyətimin toyuğu çıxartdı, odur. Biri yazda, martın əvvəli aldığımız partiyadır, onlar çoxdur. Nəysə, mən az dedim. Onun dostu çox verdi. İndi altından çıxmağa çalışıram. Biraz çətindir, qarışıqlıqdır. Bu qədər toyuq cücə mən istəmirəm. Səliqəli, az olsun, naz olsun istəyirəm, amma söz başa salmaq olmur bəzi. Ştativimi də götürüm. Gedək orada sizə hansı yemlərdən, nəyi, nə cür verirəm göstərim. Burada var qarğıdalının əzilmişi, xırdalanmışı və buğdanın xırdalanmışı. Gedək yemək hazırlayaq. Bunların üstünə duru yağ əlavə edirəm ki, toz olmasın. Toz olanda toyuqlarda qıxıltı yaranır. Mənim özümü toz bitər elədi. Gedək buradan toyuqlara yem verdiyim qabı götürək. Hamısı da nəqvində. Burada isə belə bir yem var. Silindir formasında yemdir. Bunu tökürəm bura. Bu yemi də qatıram bura. İndi isə qarışdırın. Şəbinin bir günü vloquna xoş gəlmisiniz. Komşum balaları, bir də böyük toyuqlara görə suya da, evdə qalan boya çörəkləri tökürəm. Deyilənlərə görə artıq onlara da kəpək verə bilərəm, amma qorxuram ki, birdən qarınlarına bir şey olar. Nə qədər olmaya körpədilər. İndi biraz da keçsin, gələn aydan onlara da başlayacağım kəpək verməyə.
Gedək bunları ataq. İstansın suda. Sonra pomşin balalarını buraxaq. Gəlin. Neçə vaxt evdə ustalar işlədiyinə görə çörək çox alınırdı. Ona görə belə boyata qalırdı. Onlar da belə heyif eləməməyə çalışıram. Başlayaq bu qarınqulların yeməyindən. Normalda bura çox qəşəng, səliqəli idi. İndi bu aradakı biraz böyüsünlər, yığışdıracaq, böyüklərə qoşacaq. Üç hissədən yesinlər. Get. Şşş. Gəlin, gəlin bala, gəlin. Bugün çəkilişim yoxdur deyə mənim rahat günümdür. Çəkilişim olan günlər hər şey daha qarışıq, hər şey daha yorucu ola bilir. Bugün rahatam. Vəssalam, bunların yeməyini verdim. Bunlar yesin. İndi suyunu dolduracağım. Ondan sonra gedəcəm. 1-2 saat sonra bunları da həyətə buraxacağım ki, gəlsinlər, yonca və sair yesinlər. Ot yesinlər, torpaqda eşələnsinlər. Belə. Ayaqlarının altı da qum elətdirmişəm, sarı qumdur, balıq qulağıdır, tərkibində qırıqları var. Onu da yeyərək bunlar kalsium əldə edirlər. Xeyirlidir. Və ən əsası, hini bu formada düzəltdirməklə yağışda, soyuqda bunları qoruyuram, ayaqları yaşı olmur. Quru qaldığına görə də yumurta il boyu az, çox bəzi məqamlarda ola bilir. Amma maşallah var. Gəlin biraz da yumurta toplayaq. Burada bir dənə var. Burada isə 5 dənə. Min bərəkət. İçəriyə də baxdım, orada da şükür ölüm itim və başqa bir problem yoxdur. Yumurta da yoxdur. Getdik. Gedək indi çöldən onların suyunu düzəldək. Öz əllərimlə bir sistem qurmuşam. Çöldə şlanqı açıram, içəriyə dolur, onlar da içir. Baxın belə bir şey. İndi də gəlin pomşin hayasız balalarını buraxaq. Meyrac, haradasan? Normalda bu oğlan mənə kömək edir. Bugün yoxdur. Gəl, qapını aça bilmirəm. Köməyə gəldi. Pompiş və balaları. Normalda mən bu qədər ördək istəmirdim. Bir nəfərin dostu, inkubatoru var. Dedi, neyinirsiniz axı? 1-2 dənə kəkillini gəlin sizə 10 dənə verim. İndi Şəbnəm bunların qarnını necə doyursun bilmir. Gəlin, gəl, gəl. Bili, 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 bili. Bili, 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 bili. Bili, 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 bili. Bu da, bunları kim doydura bilər, mən doydurum. Bunların qarnı doyar. Bu boydaları artıq kəpək vermək olar. Bilənlər yazsın. Bunların qarnı doymaz. Mami. Pompulka, pompuşu, pompuşu. Düşük bütçəylə içəriyə cücələrə su çəkmişəm. Gəlin göstərim. Deməli bunu tuturam bura. Belə suyumuz da doldu. Böyle içəcəklər. Hayırsız.
Yumurtaları da götürüb gedək evə uşaqlara acdılar. Yemək verim. Ondan sonra gəlib bir yerdə bostana baxarıq. Görək necədir. Bostanda xiyarlardan gözüm su içmir. Amma pomidorlar elə bilirəm yaxşıdır. Sağ olun beyefendi. Nə yemək istəyirsiniz? Südü qaynayıb, artıq söndürüblər. Qoy içəri yaxşı işıq girsin. Süd artıq demək olar ki, qaynayıb. Sadəcə sizə tam olaraq göstərmək istəyirəm. Səsi eşidirsiniz. Bir də bura baxın. Qaynayır, amma daşmır. Görürsünüz? Bir hardasa 20 dəqiqə vamodda belə qaynatsaz, qatığınıza, südünüzə su qatılıbsa belə, o su buxarlanacaq, qatığınız su salmayacaq, bərk bir qatıq əldə edə biləcəksiniz. Baxın, bu səsi eşidən hamı qaçır ki, süd qaynadı, kodunu alırsınız, ondan sonra da rahatlıqla o buxarlansın biraz. Bu da olsun. Uşaqlar, yumurtanı qaynamış yoxsa tavada? Hə? Tavada? Miray sən? Qaynanmış. Nəcə? Günəş ayanla tutub balam. Yumurtaları istifadə etdiyiniz anda yumaq lazımdır. Yuyub soyuducuda saxlamaq deyirlər ki, olmaz. Qoyaq bu qaynasın. Mən özüm isə tavada istəyirəm. Çay, Lənkəran çayı ilə berqanı qarışdırmışam. Bir də ətirli qızıl güllərimdən biraz qatdım. Belə. Çaya görə bura belə olur. Elə bilirəm, hər cür moykanı saxlamaq çətindir. Ən rahatı məncə metallik olandır. Amma estetik cəhətdən bu daha gözəldir. Qızılı da elə bilirəm çətindir. Bu da ki belə. Yeni bir fırça almışam, elektronik Temu'dan. Görək o gələndən sonra işim rahatlaşır yoxsa yox. Barmağıma görə mən normalda klorla işləməməliyəm. Ümumiyyətlə əlcək tapmalıyam, amma bir çoxumuzda olduğu kimi mən də əlcək tapmağa gələndə ərinirəm. Bunun da rəngi açıldı. Bunda çuğundur eləmişdim, süzmüşdüm deyə qaralmışdı.
Oldu qəti. Əssalam. Yumurtanı çevirmeyi yattan çıxaranda belə olur. Adama bir yarım bəsdir. Çox olmaz. Yumurtanın rənginə baxın. Yonca yediklərinə belə olur. Gəlin. Gəl, tez ol. Allah, gör neylədim. Çayımı süzün. İngiliz kraliyyət ailəsinə mənsub olanlar kimi sütlü çayımı hazırlayın. Nəyimiz əskiydi onlardan. Ağızlarının dadını bilirlər də. Nəhayət yemək sırası məndə. Getdim.
Bugün də Qubadan ağ gilas və ərik varımızdır. Ondan görə nə edirik? Ağ gilasları çəkdim. Ölçüsü 5 kilo 100 qram oldu. İndi tumlarını da ayrı yığıb çəkisini təyin eləyəcəm.
Yuxarıdakı işlərdən demək olar ki, azaltdım. Günorta yeməyini də yola verdim. Mürəbbəni də bir bulun qaynatdım. İndi gəldim həyətə. Cücələrə bir nəzarət. Ondan sonra keçək bostana. Burada bir yumurta görmüşdüm. Bu çöldəki folluqdur. Hinin çölünə qoymuşam. Bu isə pomşin yumurtasıdır. Dəmirəm, onu qoymuşam ki, burada çöldə gəzəndə gəlib yumurtamaq istəsələr, yumurtasınlar. Gedək. Bunlara heç cür buğda çatdırmaq olmur. Gərək adamın özünün bir yeri ola, buğda əkə, yoxsa müsibət, qırğındır. Bu aylarda da kəpək vermək olmur, qurd sala bilir deyə. Bu belə. Qazanı yarım doldururam. Sonra da su alıram üstünə. Sabah kimi hamısı yaydı deyə tez yumşalır. Belə. Üstünü də örtürəm. Bunu da sabah verəcəm. İndi də gedək bostana. Söz yox, indi hələ günəş düşür bura. Su varmaq istəmirəm. Xiyarların vəziyyəti heç də ürək açan deyil. Burada bir dənə belə var. Yanır, istidir. Mən iş güc çox olur deyə çatdırıb vaxtında su vara bilmirəm. Nəsə də ümidimi pomidorlara saxlamışam. Görək nə olur. Bu tərəf biraz yaxşıdır. İstəyirəm bunu bugün iplə bağlayım o gilasa. Nuş etdinmi? Sabahdan da ümid edirəm ustamız gəlib artıq tam işinə başlamalıdır. Görək. Nur topu kimi bir tel paltarım oldu.
Təbii yaşıllaşdırma gübrə. Deməli bu təbii yaşıllaşdırma gübrəmiz olacaq. Ağzını bağlayıram. Qalır qıcqırsın. Özü üçün. Məndən də bugünlük bu qədər. Yoruluram. Amma bu gözəlliklər üçün çalışmağa dəyər.